dekabr beynəlxalq əlilliyi olan şəxslər günü ilə əlaqədar Azərbaycanda əlilliyi olan şəxslərə birdəfəlik yardım veriləcək. Gündem.az-ın əldə etdiyi xəbərə görə birdəfəlik yardımın məbləği 30 manat olacaq və yardımın dekabr ayında verilməsi nəzərdə tutulur. Bəs birdəfəlik yardımı necə almaq olar? Əlilliyi olan vətəndaşlar müraciət üçün Sosial Xidmətlər Agentliyinin filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə edildiyi ərizələrini agentliyin elektron ünvanına göndərə bilərlər. Qeyd edək ki, sözü gedən maddi yardımla bağlı müraciətlərə növbəlilik qaydasında baxılacaq. Əlavə edək ki, 1992-ci ildə BMT Baş Assambleyası qəbul etdiyi bəyannaməyə görə dekabrın 3-ü əlilliyi olan insanların beynəlxalq günü kimi qeyd olunur. BMT üzvü olan digər ölkələr kimi bu tarix Azərbaycanda da qeyd edilir.